Mən ailəmlə Polşada yaşayıram və arada birlikdə velosipedlə gəzməyə çıxırıq. Bu dəfə Varşavada sifarişlə Azərbaycan təamları hazırlayan Eminli ailəsi ilə görüşdük. Deyirlər qürbətdə insan ən çox iki şeyin qədrini bilir: doğma insanların, doğma dadların. Bu gün ikisini də tapdıq. Buna bax. Buna bax. Bu süfrəni kimlər hazırlayır? Nahid bəy, salam əleykum. Yoldaşı hazırlayır, Nahid bəy də kömək eləyir çatdırmalarda. Tələbat var, maraq var. İnsanlar milli mətbəxin yeməklərinə, ən çox da burada yaşayan tələbələr, subay insanlar, tək qalan insanlar maraq göstərirlər, sifarişlər verirlər. Toyuq ləvəngisi, dolmalardan, yarpaq kələm, milli şirniyyatlardan paxlava, şəkərbura, şah plovu, döşəməli plov, sadə plov tək özü, balıq ləvəngisi varımızdır, doğğamız. Əlavə istəyə görə milli mətbəxin yeməklərindən qazan kotleti ola bilər, buğlama ola bilər. Şirniyyatlardan çeşid-çeşid şirniyyatlarımız var. İstəyə görə əlavə yeməklərin də hazırlanması mümkündür. Adamlar var ki, bu ləvəngiyə görə təyyarə ilə Azərbaycana qayıdır. Amma artıq ehtiyac yoxdur. Varşava daxili bizim çatdırılmalarımız var. Varşava ətrafı da həmçinin var. Soruşurlar bəzən kənar şəhərləri, oralara hələ ki çatdırılmalarımız yoxdur. Amma Varşava daxili üçün minimum 2 gün, 3 gün öncədən sifarişlər verilsə, yaxşı olar ki, rahat sərbəst çatdıra bilək. 30 nəfəri, 40 nəfəri, 50 nəfəri nəzərdə tutursansa, heç olmasa 5 gün öncədən, 1 həftə öncədən sifarişlər olsa, tam rahatçılıqla hazırlanıb çatdırılması da mümkündür. Bu yeməklərin ərzaqlarını hardan alırıq? Toyuqdur, mal ətidir. Bunların hamısını Varşavada olan halal marketlərdən əldə edirik. Yarpağın məsələn özünü Azərbaycandan gətiririk, sırf Azərbaycan yarpağı. Lanas Kitchen Instagramda follow ata bilərsiniz. Bu da dovğa. Bu Gəncə dovğasıdır. İstəyən üçün Gəncə dovğası, istəyən üçün Azərbaycan dovğası. Başqa dovğa olmur da mən bilən. Sən də buna vay. Nətərdir? Yaxşıdır. Yaxşı, qiymətlərdən danışaq. 6 zlot blinsk. Ətli blinsk 6, kəsmili 4 zlot. Pirajkilərimiz həmçinin 4 zlotdur, kartoflu. Ləvəngi toyuq, ən əsası ləvəngi toyuğumuz 120 zlotdur bütöv şəkildə. Çəki də soruşanlar olur. Təxminən 2 kilo 400, 2 kilo 500 olan toyuqdan. Dolma 2 növdür, yarpaq və kələm. Yarpaq dolmasının kiloqramı 100 zlotdur. Minimum sifariş yarım kilo da mümkündür, 50 zlot. Kələm dolması 90 zlotdur kiloqramı. Qeyd edeyim ki, yarpaq dolmasında təxminən 60-65 ədəd olur. Soruşanlar olur onu xüsusi olaraq ki, neçə ədəd olur? Çünki yarpağın böyük balacalığına görə dəyişir. Doğğamız 40 zlotdur, 1 litri. Bol göyərtili. Sadəcə Polşada olan ən bahalı şey göyərtidir. Şah plov 130 zlotdur mal əti ilə, təxminən 6 nəfərlik. Əlavə də plov çeşidləri var, menyuya baxıb tanış ola bilərlər. Qiymətlərlə bağlı daha ətraflı Lanas Kitchen Instagram səhifəsində tanış ola bilərsiniz. Dostlar, bax gördüyünüz bu süfrə, hansı ki bir hissəsini artıq bitirmişik, bu süfrənin qiyməti 300 zlota yaxındır. Yəni siz 4 nəfərsinizsə, piknik keçirmək istəyirsinizsə, düşünürəm 200 zlot da sizə bəs eləyər və bunun üçün də Lanas Kitchen-ə müraciət eləyin. Əminəm ki, yanılmayacaqsınız. Həm qiymətdə, həm də dadında. Lanas Kitchen yazılıb, düzdürmü? Nəyə görə Lana? La, Lamiyə, Na, Nahid. Yəni Nahidin yoldaşı Lamiyə xanım və Nahid. Və Lanas Kitchen. Bunu mütləq şəkildə yadınızda saxlayın. Instagramı da izləməyi unutmayın. Hava gözəl, uşaqlar enerjili, böyüklər isə həmişəki kimi söhbətə ac. Süfrə açıldı, söhbət qızışdı. Bir tərəfdə Polşadakı həyat, digər tərəfdə Azərbaycan xatirələri. Mövzu bitmirdi, amma yeməklər yavaş-yavaş bitirdi. Uşaqlar isə tamam başqa kainatda yaşayırlar. Onlar üçün nə Polşa var, nə Azərbaycan. Sadəcə oyun, gülüş və xoşbəxtlik. Həmin gün qızım ilk dəfə dondurmanın dadına baxdı. Amma gördüyünüz kimi sıfır reaksiya.
Qürbətdə yaşamağın çətin tərəfləri çoxdur, amma belə günlər adama xatırladır ki, xoşbəxtlik əslində ünvan yox, insan məsələsidir.